Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Azərbaycanda özəl pensiya fondlarının yaradılması planlaşdırılır. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı qanun layihəsi hazırlanır. Onun sözlərinə görə özəl pensiya fondlarının yaradılması üçün 20-dən artıq normativ hüquqi aktın layihəsi üzərində iş aparılır. Qeyri-dövlət və ya özəl pensiya fondlarının yaradılması hazırda müzakirə olunan əsas məsələlərdən biridir. Bu istiqamətdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də yeni mexanizmlərin formalaşdırılması üçün müvafiq işlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də 22 qanunverici aktda dəyişikliklərin edilməsi ilə bağlı hazırlıq işləri görülür. Bu səbəbdən özəl pensiya fondlarının fəaliyyətə başlayacağı dəqiq tarix hələ açıqlanmayıb. Bununla belə müəyyən gözləntilər mövcuddur. Gözlənilir ki, qanunvericilik bazası tam formalaşdıqdan və mexanizm hazır olduqdan sonra bu istiqamətdə konkret addımlar atılacaq və özəl pensiya fondları fəaliyyətə başlayacaq. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, gələcəkdə vətəndaşlar topladıqları pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmək imkanı əldə edə biləcəklər. Bu sistem tətbiq olunarsa, vətəndaş 50-55 yaşlarında topladığı pensiya kapitalının müəyyən hissəsini birbaşa götürərək biznes qurmaq, təsərrüfat yaratmaq, mənzil almaq və ya digər məqsədlər üçün istifadə edə bilər. Pensiya kapitalının Dövlət Sosial Müdafiə Fondunda qalan hissəsinə görə isə vətəndaş pensiya almağa davam edəcək. Bildirilir ki, birbaşa götürülə biləcək pensiya vəsaiti ümumi məbləğin təxminən 50-70% civarında ola bilər. Bununla yanaşı, vətəndaşların bu sistemə hansı yaşdan qoşula biləcəyi, birbaşa ödəniləcək məbləğin dəqiq həcmi və digər bəzi məqamlar hələ də müzakirə mərhələsindədir. Özəl pensiya fondlarının yaradılması vətəndaşların gələcəkdə iki fərqli mənbədən pensiya almaq imkanını genişləndirə bilər. Bu isə paralel yığım və seçim mexanizmi deməkdir. Belə ki, vətəndaş aylıq müəyyən məbləğdə vəsaiti özəl pensiya fonduna yatırmaqla pensiya yaşı çatdıqda həm dövlət, həm də özəl fond vasitəsilə gəlir əldə edə bilər. Məsələn, əgər vətəndaş Dövlət Sosial Müdafiə Fondundan 500 manat pensiya alırsa, əlavə yığımlar hesabına özəl pensiya fondundan da təxminən 300 manat civarında əlavə pensiya əldə edə bilər. Bu baxımdan özəl fondlar vətəndaşların gələcək sosial təminatının gücləndirilməsi üçün əhəmiyyətli hesab olunur. Deputat onu da vurğulayıb ki, bir çox ölkələrdə tətbiq olunan təcrübəyə əsasən bəzi hallarda pensiya yaşı tamam olmadan da özəl pensiya fondlarında toplanan vəsaitlərin müəyyən hissəsini daha erkən götürmək mümkün olur. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.